Salam dəyərli şagirdlər, ümid edirəm ki, hər biriniz yaxşısınız. Complete the sentence-i öyrənməzdən əvvəl biz nə etməliyik? Vasitəli, vasitəsiz nitqin nə olduğunu bilməliyik. Ona görə birinci onun nə olduğunu başa düşməyimiz lazımdır. İkinci olaraq da biz complete the sentence-də hansı əsas nüanslara fikir verməliyik, hansı feillərdən sonra infinitiv, hansından sonra genut gələcəyini bir yerdə öyrənməliyik. Tanımayanlar özümü təqdim edeyim. Mən Həşimzadə Kəminə, Eyler Akademinin ingilis dili müəllimi. Və inşallah həqiqətən də sözümdə duracağam. Bundan sonra daha çox aktiv olmağa çalışacağam ki, vaxtımıza az qalıb və şagirdlərimiz nə qədər var ki, yalnız Eyler Akademi vasitəsilə izahlara baxaraq biliklərini təkmilləşdirirlər. Birinci izahım dərs izahı olacaq. İkinci, hansı ki şagirdlərin ən yaralı yeri complete the sentence-də 100-ə qədər tam gəlirlər. 100-dən sonrası çətin olduğuna görə yaza bilmirlər. İkinci hissəmiz o olacaq. Çox ehtimal ki, bugün çatmayacaq. Çatdıra bilsəm onu da edərəm. Özüm iPad-da izah edib, belə deyim, onlayn şəkildə izah edib, o izahı da sizinlə paylaşacağam. Biraz sürətli danışa bilərəm, ona görə biraz səs tonumu daha da yavaşladıb izaha baxa bilərsiniz. Və vaxt getməsin deyə sizin üçün əvvəlcədən izahlar yazmışam ki, nələrə diqqət eləməyimiz lazımdır. İlk olaraq başlayırıq nədən? Direct, indirect speech-in nə olduğunu öyrənirik. Direct vasitəli, indirect vasitəsiz nitqdir. Öz dilimizdə biz bunu necə bilirik? Yəni kimsə, misal üçün şagirdlərimə deyirəm, Kəminə müəllimə dedi, səni öküz vursun. 2 nöqtə, dırnaq içərisində mənim sözümü deyirlər də, səni öküz vursun. 2 dırnağın içərisində biz onu gördüksə bu nədir? Bu vasitəsiz nitqdir. Yəni mənim nitqimi olduğu kimi sizə çatdırır. Və yaxud da desəm ki, daha elə deməyim, deyim ki, Kəminə müəllimə bizim əcdaha olduğumuzu, dahi olduğumuzu və yaxud da çalışqan olduğumuzu bildirdi, bizə dedi mənasında desəm. Yəni mənim nitqimi özünküləşdirib dediyinə görə bunu artıq vasitəli nitq olaraq adlandırırsan. Öz dilimizdə, yəni Azərbaycan dilində də bunu bilirik. Sadəcə bildiyim qədərindən indiki proqramda Azərbaycan dilindən biraz daha qabaqda olan hissədir. Yəni öz dilimizdə izah etdim ki, bilməyənlər ola bilər. İngilis dilində bu dırnaq içərisində olan sözlərimiz 4 cür ola bilər. Birinci, təsdiq cümləsi ola bilər. İkinci, nə ola bilər? Sual cümləsi ola bilər, ümumi sual cümləsi. İkinci, xüsusi sual cümləsi ola bilər, Üçüncü, dördüncü də əmr cümləsi ola bilər. Onların hər birini necə dəyişəcəyimizi gəlin öyrənək. Misal üçün, bax, birinci yazmışam, indirect speech olaraq yazmışam. The teacher said, you are really genius. Müəllim dedi ki, sən çox çalışqansan, əlasan, mükəmməlsən. Biz bunu necə dəyişəcəyik? Birinci qaydamız odur ki, təsdiqdə olan cümləni də analiz eləyirəm. Təsdiqdədirsə, dırnaqları atırsam, dırnaqları atandan sonra dət bağlayıcısı ilə, yəni setdən sonra dət bağlayıcısını yazmalısan. Sonra yazmaya da bilərsən əslində, amma yazsan daha yaxşı. Şəxs əvəzliyinə mütləq şəkildə fikir verirsən. Yəni, burada sənə müraciət edirsə, sən onu özünküləşdirib deyəndə you əvəzliyini ayla əvəz eləməlisən. Ki, onu da deyim, yəni bizə passive voice kimi düşməyəcək cümləmiz ki, bu vasitəsiz bir nitqdir, bunu vasitəliyə çevir. Yəni, bu tipdə topluda belə bir sual yoxdur. Sadəcə biz complete the sentence-i daha yaxşı mənimsəməyimiz üçün, həmçinin də proqramda adı yazıldığı üçün biz bu mövzunu ən azından bilməliyik ki, bu cümlə necə yaranır. Yaxşı, yəni biraz çətin gələ bilər, amma inanın ki, axırda tam yaxşı başa düşəcəksiniz. Plus, çox çalışacağım ki, bugün test izahında paylaşım. Ardıcıl şəkildə baxsaz, həqiqətən də gözünüzdə böyüdəcək heç nə olmadığını görəcəksiniz. Plus da çox rahat olacaq. Hətta deyirəm ki, sizə bu izahdan sonra bu dərsi daha çox sevəcəksiniz. Hələ attributive clause da var. Onu bugün keçmək istəmirəm. Onu növbəti həftələrdə istəyirəm ki, izahını sizinlə paylaşım. Yaxşı, baxarsınız burada nəyə? Atdıq burada, dət bağlayıcısından əvəz elədik, dırnaqları atdıq və dırnaqları atdıqsa fikir verin ki, bu dırnaqda olan cümləmiz indiki zamandırsa, sən heç vaxt bunu indikidə yazmayacaqsan. İndiki zamandırsa keçmişdə yazacaqsan. Və ardırsa verlə dəyişəcəksən və yaxud da yəni keçmiş to be-nin keçmiş zaman forması ilə. Keçmiş zamandırsa, keçmişlərin biri ilə yaza bilərsən. Yəni, keçmiş bitmiş, keçmiş sadə zaman yaza bilərsən. Gələcək zamandırsa, misal üçün, you burada yazılsaydı, will be really genius. Burada dırnağı açanda nə yazacaqsan? You would be yazacaqsan. Və yaxud da should be. İndi should be yox, would be daha uyğun olar. Çünki should bilirik ki, I və we əvəzliklərinə aiddir. İkinci qeydimiz nədir? Say feilini gördük. Əzbər yadda saxlayırsınız. Bax, qaydanın ürəyi budur. Say'dən sonra uşaqlar. Say'dən sonra burada daha çox to'nun gəlməsi yox, say'dən sonra vətin gəlməsini yazmalıyıq. Mən bunu gecə saat 3-də yazdığım üçün
qarışdırmışam. Gəlin onun rəngini də düzəldim. Fikir verin, S-dən sonra bu hissəni, qaralayırıq. Bir dənə yadda saxlayın ki, birbaşa that bağlayıcısı gələcək. Amma S-dən sonra, S-in əvəzi olaraq da sən tell feilini yazdınsa, tell-dən sonra heç vaxt birbaşa to gəlməz, plus that bağlayıcısı gəlməz. Tell-dən sonra o halda that bağlayıcısı gələr ki, gələcək bizim tamamlığımız, ondan sonra that bağlayıcısı gələcəkdir. Təzən təkrar eləyirik. That-dən, S-dən sonra birbaşa to gəlmədi. S-dən sonra birbaşa that gələ bilər, amma tell-dən sonra birbaşa that gəlməz. Tell-dən sonra gərək bizim tamamlığımız gəlsin ki, ondan sonra that gəlsin. Həmçinin to da elə ola bilər. Tell-dən sonra tamamlığım gələcək, ondan sonra to hissəciyi, infinitiv gələ bilər. Okey, amma daha çox əmr etmək mənasında sən onu işlədirsən. İndi cümləmizə fikir verək, balalar. Baxırıq ki, cümləmizə yazmışam. The teacher said, you are really genius. Düzdür. İndi deməlisən ki, müəllim mənim dahi olduğumu dedi. Necə deyəcəm? The teacher yazdım. Say feilini təbii ki, burada said keçmiş zamandırsa, keçmişdə olduğu kimi yazırsan. Yazandan sonra fikir verirsən nəyə? That bağlayıcısını yazacaqsan və burada dediyim kimi, hardadır? Are, indiki zaman olduğuna görə keçmiş zamanda təbii ki, bunu to be-nin keçmişində deyəcəksən. Yəni, müəllim mənim dahi olduğumu dedi deyirsənsə, the teacher said that I was really genius şəklində deyəcəksən. Yəni, I am deməyəcəksən və yaxud da I will deməyəcəksən. Yaxşı. İkinci hissəyə baxıram. İkinci hissədə nədir bu? Ümumi sualımız olanda. Yəni, dırnaq içərisindəki sözümüz ümumi sual olsa. Yazmışam. My mom asks da deyər, say də olar, daha çox ask olur bu arada. Deyir ki, sən ev tapşırığını eləmisən. Bu tipdə deyəndə nəyə diqqət edirsiniz? Feillərə fikir verin. Bax, sualda onda çaşacaqsınız. Misal üçün, if olan cümləmizin feili olaraq deməli, fikir verirsiniz burada nəyə? My mom asks and says feilini dəyişə bilərsən nə ilə? Say feilini sən vasitəli nitqdə sual cümləsinin açmasında işlətməyəcəksən. Yazacaqsan ask, want to know, to be interested və yaxud da want feillərini yazacaqsan. Yenə yadda saxla ki, want to know-dan sonra, ümumiyyətlə bunların heç birindən sonra that bağlayıcısı gəlməyəcək. Niyə? Bu ümumi sual cümləsi olduğuna görə sən bunu that yerinə iki bağlayıcıdan istifadə edib yaza bilərsən. Ya if yazacaqsan, ya whether yazacaqsan. Yaxşı? Bax, misal üçün, my mom-ı düşürtdüm bura, düzdür. Ask feilini yaza bilərsən, say yerinə sən burada demək istədiyim artıq say feilini yaza bilməyəcəksən. Çünki vasitəlidə say sual cümləsində gördünsə bu dırnaqda olan hissəni yaza bilməyəcəksən. My mom wonders deyəcəm, me. Wonders da boş yaza bilərəm. That bağlayıcısı heç vaxt gəlməz. Bunu yadda saxlayın. Çox düşür. Wonders if və yaxud da whether yazacağam. That yazmayacağam. I had done. Bax, I-ı yazdım mübtəda kimi və normal nəqli cümlədə yazmalısan. Çünki bu complete sentence-də biz sual cümləsindən istifadə etmirik. Yaxşı, sən nəqliyə çevirib bunu öz nitqin kimi qarşındakına bildirirsən. Yəni, burada nədir? Deyir ki, anam mənim yeməyi yeyib yemədiyimi soruşdu. O formada if və whether bağlayıcısından sonra normal cümləmi yazacağam. I had done my homework. Fikir ver. Have demişdim. Keçirirəm bunu keçmiş zamana. Had done şəklində. Görəcəksiniz testdə necə? If had I done my homework. Səhvdir. Çünki had burada köməkçi feil olaraq I-dan sonra işlənməlidir. Növbəti hissəyə baxırıq. Növbəti hissə lap rahatdır. Xüsusi sual sözlərində necə olacaq? Deyirəm ki, atalar həmişə oğlanlarından soruşur. Father asked, where is my money? Yəni, mənim pulum hardadır? Neynəmsən mənim pulumu? Bunu mən vasitəliyə çevirsəm, asked yazacağam. Askdan sonra artıq xüsusi sualım hansı bağlayıcı ilə düzəlibsə, onunla yazacağam. Where yazacağam, mübtədam gələcək və ya his money was şəklində. Yəni, ata soruşdu onun pulunun harda olduğunu şəklində. Yaxşı? Yəni, my sözünü yazsan artıq bu yanlışdır. Əvəzliklərə fikir verməlisən. Təbii ki, burada my əvəzliyi nəyə aiddir? Ataya aid olduğuna görə bu əvəzliyi sən father ilə uzlaşdırmalısan. Növbəti hissəyə baxacağam. Üçü də dedik. Burada bir dənə də yazmışdıq. Nəsə, sonra baxarıq. Əmr cümləsi olduğunu görsən. Bax, fikir ver, deyirəm. The teacher says, müəllim deyir. Open the door, qapını aç. Görürsən ki, əmr cümləsidir.
Burada artıq say feilinə fikir ver. Sən say feilini vasitəli nitqdə mütləq şəkildə dəyişməlisən. Ask, order, tell, command, beg, offer və request feillərinin biri ilə dəyişə bilərsən. Yenə burada yadda saxla, tell-dən sonra to birbaşa gəlməyəcəkdir. Amma tell-dən sonra tamamlıq gəlsə, ondan sonra to deyə bilərsən. Bax, yazmışam. The teacher-i yazdın, say əvəz elədin tell-lə, sonra tamamlığı yazdın me-lə və əmr cümləsi olduğuna görə nə yazacaqsan? To open the door yazacaqsan. Yəni, məsdər infinitiv olacaq. Nə deməkdir? Müəllim qapının açmağı mənə dedi. Açmağımı mənə dedi. Magmək mənasında to olacaq. Yəni, burada biz əzbərləmirik. Yəni, dərsin məğzində nə olduğunu bilməyinizi istəyirəm. Plusda biraz sıxıcı dərsdir və qarışıq dərsdir. Tam haqlısınız. Amma bir neçə dəfə təkrar baxsaz, inanın ki, faydasını görəcəksiniz və dərsi də anlayacaqsınız. Eyni formada bunun inkarını desəm, don't open the door. Deyirəm ki, qapını açma. Qapını açma deyirəmsə nə olacaq? Deyəcəm not to open the door. The teacher tells me not to open the door şəklində deyəcəm. Yaxşı. Və 5-ciyə baxırıq. Bu çox bizə düşür. Həddindən artıq çox düşür. Vasitəsiz nitqdə dəyişən sözlər. Yəni, vasitəsiz nitqdə, yəni doğru dildə desək, dırnaq içərisində olan sözlərdə biz this gördüksə, onu açanda that mütləq şəkildə yazmalısan. Yəni, this olan variantları çıxacaqsan. This olacaq was-la. Şifahi olaraq deyirəm, bir dənə əmr cümləsində bu istisnadır. Onu da növbəti testlərdə deyəcəm sizə daha çox. Yəni, qayda təkcə bundan bitmir. Testlərə baxanda da əlavə qaydalar çıxaracaq. Ona görə mütləq şəkildə test izahına da mütləq şəkildə baxacaqsınız. Yəni, ona söz verin. Və qeydlər mütləq şəkildə götürün. Yəni, bu elə bir dərsdir ki, sadəcə baxmaqla başa düşüləcək dərs deyil. Biraz əzbərçi dərsdir. Here sözünü əvəz edirik the ilə, yəni dırnaq içərisində sən here görə bilərsən, amma vasitəli cümləmdə here görməyəcəksən, ago və yaxud da yesterday görməyəcəksən. Yesterday çox düşür bu arada. The day before və yaxud da the previous day şəklində görəcəksən. Sonra, the day before yesterday görsəz, yenə səhvdir 2 days before olmalıdır. Last week gördün, yanlışdır. The previous week və yaxud da the week before olmalıdır. Tomorrow çox düşür. Tomorrow gördünsə yanlışdır, nə olacaq? Olacaq the next day formatında və yaxud da the following day kimi. The day after tomorrow dəyişir olur 2 days later və yaxud da into days time şəklində. Bayaqdan sakitçilikdir, yəni həyatdakı şansım da Allah haqqı. Xəbər çatıb ki, Kəmlə müəllimə 2 əsr sonra dərs izah eləyir. Hamısı başlayıb səs-küyə. Hələ uşaqlar da tapşırmışam ki, qapını döyməyin də, yəni dərs izah eləyirəm. Yenə döyürlər, indi dərsdən sonra onları canını alacaq. Today-i gördünüz uşaqlar, yenə üzülü sayın səsə görə. Today əvəz olunacaq that day-lə. Bu həddindən artıq çox düşür. Görmüşük testdə, elə izahında da görəcəksiniz. Tonight gördünüz, tonight ilə əvəz olunacaq that night-lə. Now əvəz olunacaq then-lə. Deyə bilərsiniz müəllimə, misal üçün, now nəyə görə then oldu? Çünki sənin danışdığın hadisə, misal üçün 10 il əvvəl də baş verə bilər, həmin vaxtdan danışırsan. Ona görə sən buradakı feili təbii ki, dəyişəcəksən. Çünki indi ilə 10 il arasındakı zaman fərqlidir axı. O səbəbdən siz bunları mütləq şəkildə əzbərləməlisiniz. Və burada misal üçün əmr cümləsinə aid bir dənə nümunə yazmışam. Yazmışam ki, mother said to her daughter, go to bed. Düzdür? Bu əmr cümləsidir. Nümunə kimi şagirdlərə dərsdə demişdim. Mother yazacağım, said feili təbii ki, dəyişməlidir told-la. Okay, told-dan sonra to gəlməz deyə to-nu yazmıram. Her yazıram. Okay. Kimə deyir? Qızına deyir. Qızına deyir ki, yatsın. Əmr cümləsidir. Dırnaqdan görsən ki, burada əmrdir həm də. Burada qarşısına mütləq şəkildə to yazmalısan. Don't yazsaydım nə yazacaqdım təbii ki? Not olacaq. Not to go bed şəklində. Yəni to not to go bed yox ha. Sadəcə not to go bed olacaq. Və go to bed, sorry, burada to-nu da yemişəm. Ona görə üzürlü sayın. İnanırsınız, o qədər müəllimlər son zamanlarda yüklənir ki, diqqətimiz yayınıq ola bilir. Xırda səhvlər ola bilir, yəni normaldır. Hə, indi gəldik nəyə? Saata da baxaq, inşallah çatar. Cümlə tamamlamaya. Cümlə tamamlama daha çox təkrar hissələrdir. Yəni mən şagirdlərimdə çox demişəm, dəfələrlə vurğulamışam ki, beyinlərinə həkk olunsun. Baxırsınız nəyə burada? Əgər boşluqdan sonra, yəni boşluq dediyim 3 nöqtədir. Boşluqdan sonra sual ümumiyyətlə gördünsə, complete the sentence başlığını gördün. 3 nöqtə şəklində boşluq gördünsə, çox vaxt bağlayıcın olacaq və bağlayıcıdan sonra mütləq şəkildə 95% hallarda mübtədamız olacaq. Yəni sən bunu birinci beyninə həkk elə ki, sual cümləsi ardıcıllığı olmadı.
bağlayıcıdan sonra mütləq şəkildə mübtəda oldu. Bunu yadda saxladıq. İndi fikir verin nəyə? Hansı hallarda biz bunu sual cümlələrində öyrənmişdik? Who'dur, what'dur və which'dir. Yəni bəzi how many, how much kimi cümlələrimiz də, yəni sual sözlərimiz də ola bilər. Mübtədanı əvəz etdiyi halda birbaşa əsas feilimiz gələcək. Yaxşı, yazmışam. Mübtədanı əvəz edərsə birbaşa əsas feilimiz gələ bilər. Bax, yazmışam nümunə təbii ki. I wonder who is talking now. Yəni mənə maraqlıdır ki, kim indi danışır? Whom talking deməyəcəksən. Çünki mən bilirəm ki, whom heç vaxt mübtədanı əvəz etmir, tamamlığı əvəz edir. Ona görə yazacaqsan whomdan sonra mübtəda mütləq şəkildə olmalıdır. Yaxşı. Bir də nəyə diqqət edirik uşaqlar? Onu da qeyd edək. Əgər who olan cümləmin sonunda söz önü varsa, ən sonda söz önü varsa, təbii ki, burada who'dan sonra mütləq mübtəda gəlməlidir. Çünki bu tamamlığı əvəz edir. Aydın oldu. Amma bu cümləyə fikir verin. Who is talking now? Burada sənin söz önün yoxdur. Söz önün yoxdursa, təbii ki, who'dan sonra nə gəlməlidir? Əsas feil gəlməlidir. Çünki who burada mübtədanı əvəz edir. Növbəti hissəyə baxıram. Burada sizə sual vermişəm. Baxaq bunlardan hansı doğrudur? I wonder what are you doing? I wonder what do you do? I wonder what you are doing? And I wonder when he has done his home task. Bu sizin praktik hissənizdir. İstəyirəm ki, tapın. Tapandan sonra da zəhmət olmasa komment bölməsinə bildirin. Burada cavabını demək istəmirəm. Çox ehtimal ki, amma fikrimi dəyişdim. Vaxtım olmayacaq səhvləri izah eləməyə. İndi burada saxlayırsınız. Doğru hansıdır? Onu tapırsınız. İndi izahına keçəcəm. Saxlayın görün videonu. Saxladısa izahına keçək. Yəni bu tipdə 1-dən 100-ə kimi bu tipdə suallardır. Wonder'dan sonra uşaqlar yadda saxlayırsınız ki, bax, ümumiyyətlə bağlayıcı gəldi. Bağlayıcıdan sonra, bax, burada mübtədan varsa, təbii ki, mübtəda bağlayıcıdan sonra olmalıdır. Yəni, what'dan sonra mütləq köməkçi feil və yaxud da əsas feil gəlməlidir deyə bir şey yoxdur. What mübtədanı əvəz edərsə, əsas feil gəlir. What tamamlığı əvəz eləsə, mütləq şəkildə mübtəda gələcək what'dan sonra. Yəni, I wonder what you are doing olmalıdır. Biri çıx. I wonder what do you do? What'dan sonra ümumiyyətlə yadda saxlayın ki, bağlayıcılardan sonra bunlardan sonra birbaşa do, does və did heç bir zaman gəlməz. Yaxşı, will də gəlməz. To be-nin formaları da birbaşa gəlməyəcək. Bunların hamısı nədir? Yanlışdır. Əgər do, does, did etmək mənasında əsas feil kimi işlənsə ola bilər. İndi biz burada fikir verək, do gəldi yanlış, ikini də çıxdıq. I wonder what you are doing desəm, wonder'dan sonra bağlayıcım gəldi, mübtədam gəldi, əsas feilim gəldi, düzdür. Sən nə edirsən? Mübtəda olduğuna görə doğru. 4-də fikir verirsiniz ki, elə bilirsiniz ki, düzdür, amma yanlışdır. Niyə? Biz öyrənmişik və sonra nə gəlməyəcək uşaqlar? Deməli, bitmiş zaman gəlməyəcək. Ona görə sən 4 olan variantı çıxırsan ki, qaydanın 100-ə qədər olan qaydada, yəni testdə, və bəlkə də 50 dəfə düşüb. Yəni, bunu 50 dəfə səhv eləyən şagirdi, bu izaha baxandan sonra da səhv eləyəni öküz vursun. Ona görə həmçinin də və-dən əlavə bir şey də yazdım sizə. What time da ola bilər. Onu da yazın zəhmət olmasa. Yaxşı. Yadda saxlayırıq. When, what time. Baxın, yazmışam. When'dir, what time'dır, how long ago'dur. Bunların gözü görməsin bitmiş zamanları. Nə bağlayıcı kimi, nə sual əvəzliyi kimi. Heç birində olmayacaq. Complete sentence də olmayacaq. Have, has, had plus participle to'nu çıx. Amma ki, since, when və how long gördünsə, burada mütləq şəkildə nə olacaq uşaqlar? Bitmişimiz olacaq. Yəni, since, when, how longdan sonra nə işlətməliyik biz? İşlətməliyik have, has, had plus participle to şəklində. Növbəti hissəyə baxırıq. Üçüncü hissədə fikir verirsiniz ki, why olan cümlənin sonunda ümumiyyətlə for olmayacaq. Why özü nə üçün mənasını verdiyinə görə ikinci, üçün sözünə ehtiyacımız yoxdur. Amma what for deyirəmsə, what'un bilirik mənası nədir, nəçidir, bir də hansı mənasını verir. Amma what for-la işləndiyi halda why əvəz edər və hansı mənasında işlənər. Misal üçün dedim, I don't know what he is late for. Bax, what-u gördük. Mən bilmək istəyirəm ki, o nə üçün gecikib. For mənasında deyirsənsə, for mənasında deyiriksə, təbii ki, bu nə olacaq uşaqlar? Doğru olacaq. I don't know why he is late deməlisən. Cümlənin sonunda for işlənməyəcək. Niyə? Səbəb odur ki, burada nə var? Bizim why bağlayıcımız var. Ona görə bu neyinirik? Yanlış götürürük. Testdə siz bunu görə bilərsiniz.
Bu tipdə daha çox magistrlara düşür uşaqlar, amma dimdə olduğu üçün bizim borcumuzdur ki, bu hissələri sizə öyrədək. Gəldik qaydanın ürəyinə. Asked, wanted, want to know, tell, to be interested in. Bundan sonra heç vaxt, heç bir zaman that gəlməyəcək. Bir dənə istisnamız var. Tell hissəsində onu növbəti hissədə deyəcəm. Teli bir dənə yadda saxla. Bayaq demişdik hansı halda that gələr, amma digərlərində yox. Askdan sonra birbaşa to gəlmədi. Askdan sonra gərək tamamlıq gəlsin ki, to gəlsin. Askdan sonra heç vaxt, heç bir zaman that bağlayıcısı gəlməyəcək. Ask xahiş mənasında olsa, ask for, ask to kimi işlədə bilərsən. Bir də ona əlavə edək ki, burada askı gördünüz. Askdan sonra əgər tamamlığımız varsa, ask me-dən sonra for deyəcəksən. Testdə görəcəksən, ask yazacaq, for yazacaq və me yazacaq. Yəni canlı şəxsin gələrsə ümumiyyətlə bizim birinci gələcək şəxsimiz, sonra for sözünümüz. Yaxşı? Bu testdə var deyə 2-3 sualda var. Yəni bunu nəzərinizdən qaçırmayın. Bir də püf nöqtəsi nədir bu hissədə? Onu da haradasa testdə görmüşdüm. Deyir ki, I asked that woman sözünə fikir verin. That bilirik ki, nədir? That homonimdir. Həm bağlayıcıdır, həm əvəzlikdir. O mənasında əvəzlikdirsə, bax, I asked that woman, mən həmin qadından soruşdum. Həmin mənasında askdan sonra that gələ bilər. Buna nə edirik? Sos yazıram ki, bu hissədə diqqətli olun. Amonimdir. Ki, inanmıram bu qədər dərin düşə, amma düşsə də bilin ki, kəmdən mənmə keçibdə sizə. Yəni, belə şeylə rastlaşa bilərsiniz. Yəni, mən olsam sınaqlara salardım da, neysə. İkinci hissəyə baxıram, bax, Ali wants to know deyirəm. Burada sizcə doğrudurmu dətin işlənməyi? Təbii ki, səhvdir. Çünki want to know-dan sonra dət gəlməz. Amma testdə görəcəksiniz. Sadə nə onu görsəz, dət bağlayıcısının işlənməyi doğrudur. İkinci hissəyə baxıram, bax, tel hissəsindən buna da fikir verin. Diqqət. Şəbnəm tells that. Teldən sonra birbaşa dət gəlməz. Tel keçmiş zamanda da görərsiniz, çaşdırmayın, ona görə bilə-bilə yazmışam. Keçmiş zamanda da olsa yenə də told that da olmaz, onu da deyim. Told that da olmaz. Gərək tamamlığımız me gəlsin ki, ondan sonra that bağlayıcımız işlənsin. O halda bu nədir? Doğrudur. Əlimdən gəldiyi qədər bütün izahı göy quşağı eləmişəm ki, sizin üçün biraz maraqlı olsun. Sonra növbəti hissəyə baxırsınız. Bax, bayaq onu demişdim, seydə çaşmışdım, yəni diqqətim yayınmışdı, səhv yazmışdım. Teldən sonra that gəlmədi, birbaşa to gəlmədi. Seydən sonra birbaşa to gəlməz, amma that bağlayıcısı gələ bilər son dəqiqələr. Beşinci hissəyə baxırsam, bu da qaydanın ürəyidir. Necə analiz edirsiniz bunu? Deməli, cümlən verilib misal üçün testdə. I wonder when he will come. Sən bilməlisən, bu düzdür yoxsa səhvdir. Necə analiz edirsən? Bax, bu balaca hissə bizim baş cümləmizdir. Bu hissəmiz budaq cümləmizdir. Baş cümləmdəki feili analiz edirəm. Wonder, indiki zamandır. İndiki zamandırsa, bütün zamanlarla uzlaşacaq şagirdlər. Buna xüsusi diqqət. Yəni, when he will come, düzdür. When he comes, düzdür. When he came, keçmiş uzlaşma poz olsa da düzdür. When he had come, niyə səhvdir? Bayaq demişdik, 1555-ci dəfə demişik ki, when'dan sonra bitmiş gəlməz. Amma ki, veya görsəydim, veyadan sonra veya he had come deyə bilərdiniz. Yaxşı? Bir dənə when-ə görə sən bitmiş işlətmirsən. İndi növbəti hissəyə baxırıq. Bəs bu keçmiş zamanda olsa necə olar? Belə bir sual da yarana bilər bizdə. Baş cümlədə feilimiz keçmiş zamanda olsa gördüyünüz kimi nə olacaq? Mütləq şəkildə keçmişlərin biri ilə uzlaşmalıdır. Keçmişlərin biri ilə. Misal üçün, I wanted when he yazmışamsa, deməli burada indiki zaman deməyəcəm, gələcək zaman deməyəcəm, would olmalıdır. Keçmiş sadə deyərəm. When-lə işləndiyinə görə had come deməyəcəm və when-dən sonra burada amma normalda zamanlarda when-dən sonra gələcək zaman və should, would və yaxud da bitmiş zaman gəlmirdi. Bu complete the sentence bölməsində when-dən sonra should da gələr, would da gələr, will də gələr, shall də gələr. Amma ki, heç vaxt bitmiş zaman gəlməyəcək. Bunu yaddaşa saldıq. İkinci hissə, gördün keçmişdi, keçmişlərlə uzlaşdı. Came'i götürdün, bir də would come-ı götürdün. Səbəb burada niyə had come olmadı? When-ə görə olmadı. Eyni tipdə mən uşaqlar veya görsəm when-in yerinə veya he had come şəklində deyə bilərəm. İndi hünəriniz var, bunu testlərdə səhv edəsiniz.
Çox şagirdin yaralı yeridir. Ona görə istədim ki, mütləq şəkildə bunu tez bir zamanda izah edim və testdə tətbiq edək. 6-cı hissə qaydanın ürəyidir. Order, tell, command, ask, warn və advise feilləri. Bunlardan sonra tamamlıq gələcək, sonra to-lu feilim gələcək. İnkarı da not-to şəklində olacaq. Bunu yadda saxladıq. Nümunə yazıram. Bax, testdə order gördün, tamamlıq gördün. Verəcək sənə speak sadə. Səhvdir. Və yaxud da to, not to speak verəcək. Səhvdir. Nəyə səhv idi? To-nun işlənməyə səhv idi. Buradakı to lazımdır. Və yaxud da not speak verəcək, not speaking verəcək. Yanlışdır. Askdan sonra yadda saxlayın, daha çox if və vədə bağlayıcısı gəlir. Warn-dan sonra about və against adlı söz önümüz işlənərsə, ondan sonra isim və gerundumuz işlənə bilər. Dağıdırlar qapını, dağıdırlar. Bunları öküz vursun. Hələ güya demişəm ki, səbirli olun da. Yaxşı, 7-ci qaydamız son hissələrdir uşaqlar. Suggest, recommend və advice. Bu qaydanın ürəyidir, qızıl qaydadır, çox düşür. Advice-i niyə dairələmişəm? Kvadrat şəklində yazmışam. Səbəb odur ki, advice-dan sonra birbaşa tamamlığımız gəlsə, tamamlıqdan sonra to gəldi. Advice-ın özündən sonra birbaşa bizim feilimiz gəlsə, gerund olmalıdır. Suggest-dir, recommend-dir, advice-dir. Bunlardan sonra gerund gələcək və yaxud da that bağlayıcısı gələcək. That-dan sonra mübtədan sadə zamanda olan xəbərim olacaq. Və yaxud da biz bunu should-la da deyə bilərik. Misal üçün, bax, sual yazmışam sizə. They recommended that I take the exam və yaxud da they recommended me to take the exam. Buradan hansı doğru olacaq? Recommend-dən sonra tamamlığın gəldi. To niyə olsun ki? Gerund olmalıdır. Yanlışdır. Recommend-dən sonra that gəldi. That-dən sonra mübtədam gəldi, doğru. Sadə feilim gəldi, doğru. Bunu doğru götürəcəm. Və yaxud da recommended that I should take şəklində də biz bu variantları görə bilərik. Sonra son hissələrdə də yazmışam. Recommend-dən sonra bəli, şəxsimiz gələ bilər, yəni tamamlığımız gələ bilər. Sonra baxın, suggest və recommend-dən sonra birbaşa to gələrmi? Testlərdə çox görmüşəm, ona görə yazmışam əlavə qeyd kimi. Heç vaxt, heç bir zaman to gəlməz. Advice-dan sonra tamamlıq gəlir, sonra to gəlir. Advice-dan sonra birbaşa to gəlməyəcək. Advice-dan sonra birbaşa gerund gələcəkdir. Çox üzürlü sayın bir nəfəsə bütün qaydanı izah eləməyə çalışdım. Sözlərim biraz qarışdı, amma istəyirəm ki, şagirdlər üçün də faydalı izahlardan olsun. Əgər faydalıdırsa, ətrafınızda olan yoldaşlarla paylaşmağı unutmayın. Videomuzu like eləməyi unutmayın. Əlavə olaraq da onu deyim ki, sürət qrupumuza dərslərimiz davam edir. Dərs olaraq biz zamanlar bölməsini bitirmişik dünənləri. Elə 1 saat yarım o dərsin izahını paylaşmışam şagirdlərlə. Əgər ondan sonra onu təkrar etmək istəyən şagirdlərimiz varsa, buyurub qoşula bilərlər, əlaqə nömrəsinə yazıb, mütləq şəkildə qeydiyyatdan keçməyi unutmayın. Dediyim kimi, keçdiyim qaydanı əgər bəyəndiysəniz, bütün ətrafınızda olan yoldaşlarla paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzulayıram. İnşallah növbəti videoda bunun 100-dən 140-a qədər olan izahı olacaq. Mütləq şəkildə də ona baxırsınız. Hər birinizə uğurlar.